Müəllimlər, bugünkü bizim mövzumuz bağlayıcı mövzusudur. Bağlayıcı nədir? Bağlayıcı, yəni adını əvvəlcə fikir verək, bağlayır. Bir-birinə bağlayır. Nəyi bağlayır bir-birinə? Ya sözləri bir-birinə bağlayır, ya söz birləşmələrini bir-birinə bağlayır, ya cümlələri bir-birinə bağlayır. Bəzi hallarda da mətnləri və abzasları bir-birinə bağlayır. Yəni bağlayıcının işi bağlamaqdır. Nəyi bağlayır bir-birinə? Ya sözləri, ya söz birləşmələrini, ya cümlələri, ya abzasları, ya da mətnləri bir-birinə bağlayır. Tərifini belə verib. Cümlə üzvlərini, burada cümlə üzvləri deyəndə müəllimlər, bax buradakı söz və söz birləşmələri nəzərdə tutulur. Yəni cümlə söz, bir də söz birləşmələri. Yəni cümlə üzvləri deyəndə söz birləşmələri nəzərdə tutulur. Cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi hissəsinə bağlayıcı deyilir. Və bağlayıcılar təkcə sözləri, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətni də bağlayır. Bax, bayaqki dediyim. Bağlayıcılar ümumilikdə nəyə bağlayır? Sözü, söz birləşmələrini, cümlələri, abzasları və mətnləri. Bağlayıcının tərifini belə veriblər ki, cümlə üzvləri və cümlələr arasında əlaqə yaradan qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi hissəsinə bağlayıcı deyilir. Cümlə üzvləri deyəndə söz birləşmələri nəzərdə tutulur. Yəni bağlayıcılar cümlə üzvlərini bir-birinə bağlayır deyəndə, yəni sözləri, söz birləşmələrini bir-birinə bağlayır nəzərdə tutulur. Bir də cümlələri bir-birinə bağlayır. Bağlayıcının da iki növü var. Tabelik və tabesizlik bağlayıcıları. Deməli, burada əvvəlcə bayaq dedik ki, bağlayıcılar nəyi bir-birinə bağlayır? Sözləri, söz birləşmələrini, biz əsasları yazırıq, bir də cümlələri. Baxın bura. Bu nümunəyə fikir verin. Ümid və Orxan məktəbə birlikdə getdilər. Burada və bağlayıcıdır. Nəyi bir-birinə bağlayıb? Ümid və Orxan sözlərini bir-birinə bağlayıb. Düzdür? Deməli, burada bağlayıcı sözləri bir-birinə bağladı. İndi elə eləyək, söz birləşməsini bir-birinə bağlasın. Məsələn, onun qələmi ilə mənim qələmim eyni rəngdədir. Bax, burada bağlayıcı hansıdır? İ ilə bağlayıcıdır. Nəyi bir-birinə bağlayıb? Onun qələmi söz birləşməsin, mənim qələmim. Deməli, iki dənə söz birləşməsini bir-birinə bağlayıb. Qısa konkret, bağlayıcılar sözləri, söz birləşmələrini bir-birinə bağlayır dedikdə, məhz bu nəzərdə tutulur. Məsələn, Ümid və Orxan məktəbə birlikdə getdilər. Burada və bağlayıcı Ümid və Orxan sözlərini bir-birinə bağlayıb. Onun qələmi ilə mənim qələmim eyni rəngdədir. Burada söz birləşmələri onun qələmi, mənim qələmim söz birləşmələridir. Və iki söz birləşməsini ilə bağlayıcı bir-birinə bağlayıb. Yəni, burada da bağlayıcı söz birləşmələrini bir-birinə bağlayır. Eyni zamanda bağlayıcılar cümləni də bir-birinə bağlayır. Mən çox dedim, o eşitmədi. Mən çox dedim bir cümlə, o eşitmədi başqa bir cümlə. İki cümləni bir-birinə bağlayıb, nə? Amma bağlayıcı. Deməli, bağlayıcılar həm də cümlələri bir-birinə bağlayır. Ümumiləşdirəndə bağlayıcılar sözləri, söz birləşmələrini, cümlələri bir-birinə bağlayan köməkçi hissəsidir. Bağlayıcının iki növü var. Tabesizlik bağlayıcıları, bir də tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcıları, bir dənə tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcıları nələri bir-birinə bağlayır? Yazır ki, həmciz üzvləri bir-birinə bağlayır. Bir də tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr bir-birinə bağlayır. İndi mən bunu biraz da sadə formada deməyə çalışacağım. Yəni, bağlayıcılar, tabesizlik bağlayıcılar dedik bir həmciz üzvlərini bağlayır da bir-birinə, düzdür? Həmciz üzv deyəndə, yəni eyni suala cavab verən, eyni suala cavab verən sözləri və söz birləşmələrini bir-birinə bağlayır. Yəni, bağlayıcılar deyir, tabesizlik bağlayıcılar deyir, bağlayıcıların iki növü var idi. Tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcıları deyir, həmciz üzvləri bir-birinə bağlayır. Həmciz üzvlər dedikdə, məhz eyni suala cavab verən söz birləşməsi nəzərdə tutulur. İndi baxa bura. Ümid və Orxan məktəbə birlikdə getdilər. Kim? Ümid.
Kim, Orxan. Eyni suala cavab verən sözü əgər bir-birinə bağlayıbsa, deməli burada və bağlayıcısı o deməkdir ki, həmsiz üzvləri bir-birinə bağlayıb. Yenə də deyirəm, eyni suala cavab verən sözü söz birləşməsini bir-birinə bağlayanda deyirik ki, bağlayıcılar həmsiz üzvləri bir-birinə bağlayır. Bir də bağlayıcılar tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Tabesiz mürəkkəb cümlənin tərəflərini. Yəni tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələrə bağlayır tabesiz bağlayıcıları. Mən çox dedim, amma o eşitmədi. Bax, 2 dənə cümlədir. Mən çox dedim, nə etdim, dedim, xəbər kim deyib, mən, mübtəda. Bu bir cümlə. O eşitmədi, nə etmədi, eşitmədi, xəbər kim, o, mübtəda. Bu da 2 cümlə. 2 cümləni bir-birinə bağlayan amma bağlayıcıdır. Deməli, burada tabesizlik bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlənin bir-birinə bağladı. Qısa konkret gördünüz ki, tabesizlik bağlayıcılar tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlayıbsa, deyin ki, oradakı bağlayıcı, tabesizlik bağlayıcıları bəli, tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr bir-birinə bağlayıb. Biraz təkrarçılıq oldu. Yenə də deyirəm. Hansı bağlayıcı gördünüz ki, məsələn, amma bağlayıcı bildik ki, tabesizlik bağlayıcıdır. Tabesizlik bağlayıcı yalnız 2 məsələn bir-birinə bağlayır da. Bir həmsiz üzvləri, bir də tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr. Həmsiz üzvləri necə tapırdıq? Gördük ki, eyni suala cavab verən sözü söz birləşməsini bir-birinə bağlayırsa, bağlayıcı, tabesizlik bağlayıcısı. Deyirik ki, orada tabesizlik bağlayıcısı həmsiz üzvləri bir-birinə bağlayır. Məsələn, Ümid və Orxan məktəbə birlikdə getdilər. Nə etdilər? Getdilər kim? Ümid, kim? Orxan. Eyni suala cavab verən Ümid, Orxan sözünü bağlayan vədir. Və bağlayıcıdır. Buradan bildim ki, eyni suala cavab verən sözü bağladığına görə buradan bildim ki, və bağlayıcısı həmsiz üzvləri bir-birinə bağlayıb. Amma gördünüz ki, tabesiz bağlayıcısı cümlələri bir-birinə bağlayıb. Bilin ki, o tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlayıb. Məsələn, mən çox dedim, o eşitmədi. 2 cümləni bir-birinə amma bağlayıcısı bağlayıb. Amma bağlayıcısı tabesizlik bağlayıcısı olub və 2 dənə cümləni bir-birinə bağlayırsa, oradan artıq bilirəm ki, burada amma tabesizlik bağlayıcısı, tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlayır. Bir də var tabellik bağlayıcılar. Tabellik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bağlayır. Bax, tabesiz bağlayıcı nəyi bağlayırdı? Bir həmsiz üzvləri bağlayırdı. Bir də tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bağlayırdı. Amma tabellik bağlayıcısı isə yalnız tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr bağlayır. Yəni, harada sən tabeli bağlayıcısı gördünsə, bil ki, o bağlayıcı tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bağlayır. Məsələn, ki, tabellik bağlayıcısıdır. Bildiklərini təkrar et ki, yaddan çıxmasın. Ki, tabellik bağlayıcısıdır. Ki, tabellik bağlayıcı, mən də bilirəm ki, tabeli mürəkkəb cümlələri bir-birinə bağlayır da, tabellik bağlayıcılar tabeli mürəkkəb cümlələri bir-birinə bağlayır. Oradan bilirəm ki, bu cümlə, yəni bildiklərini təkrar et ki, yaddan çıxmasın. Bu cümlə tabeli mürəkkəb cümlədir. Oradan bildim, çünki onu bağlayan vasitə tabellik bağlayıcısıdır. Tabellik bağlayıcıları tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələrə bağlayır bir-birinə hər zaman. Məsələn, bax, bildiklərini təkrar et bir cümlə. Yaddan çıxmasın, ikinci cümlə. 2 sadə cümləni bağlayan vasitə ki, tabellik bağlayıcıdır. Oradan bildim ki, bağlayan vasitənin tabellik bağlayıcı olduğunu bildiyimə görə bildim ki, bu cümlə tabeli mürəkkəb cümlədir. Çünki tabeli mürəkkəb cümlə heç vaxt həmsiz üzvləri bağlaya bilməz. Tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilməz. Tabellik bağlayıcıları tabeli mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlaya bilər. Mən iclasa gecikdim, çünki dərsim var idi. Baxın, çünki bağlayıcısı tabellik bağlayıcı olduğuna görə bildim ki, bu cümlə mən iclasa gecikdim, çünki dərsim var idi. Bu cümlə bütövlükdə tabeli mürəkkəb cümlədir. Deməli, cümlənin tabeli mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlə olmağın həm də nə ilə tapacam? Bağlayıcılardan. Əgər bağlayıcı tabesizlik bağlayıcısıdsa, yəni cümlələri bir-birinə bağlayan bağlayıcı tabesizlik bağlayıcısıdsa, deyəcəm o cümlə tabesiz mürəkkəb cümlədir. Baxın, mən çox dedim, o eşitmədi. Burada mən çox dedim, o eşitmədi. Cümlələrin bir-birinə bağlayan bağlayıcı, amma bağlayıcı tabesizlik bağlayıcısıdır. Oradan bildim ki, həmin cümlə, həmin mürəkkəb cümlə tabesiz mürəkkəb cümlədir. Amma burada bildiklərini təkrar et ki, yaddan çıxmasın. Bu cümlələri bir-birinə bağlayan isə
Ki tabelik bağlayıcıdır. Oradan bilin ki bu cümlə tabeli mürəkkəb cümlədir. Bağlayıcının quruluşca növləri. Sadə, bir də mürəkkəb bağlayıcı. Sadə bağlayıcılar bir kökdən ibarət olur. Və, lakin, hərçənd, həmçinin. Bax, bunların hamısı bir kökdən ibarət olduğuna görə sadə bağlayıcılar hesab olunacaq. Mürəkkəb bağlayıcılar isə iki sözdən ibarət olur. Hərgah, nəinki, bax, nə, bir də nəyin, bir də ki. Sonra ha belə, halbuki, mürəkkəb bağlayıcı. Düzəltmə, ümumiyyətlə, köməkçi hissələrin düzəltmələri olmur heç vaxt. Bağlayıcılar quruluşca necə oldu dedik? Sadə, mürəkkəb. Qoşma necə idi? Yalnız sadə idi. Mürəkkəb bağlayıcılar dedik ki, iki sözün birləşməyindən yaranır. Baxın, hərgah, sonra halbuki. Hərgah, halbuki. Aha. Hərgah, nəinki, ha belə. Baxın, neçə sözün, məsələn, hərgah bağlayıcısı iki dənə sözün birləşməyindən yaranıb. Hər və gah. Nəinki sözdə iki sözün birləşməyindən yaranıb. Nəyin, bir də ki. Ha belə də iki sözün birləşməyindən yaranıb. Ha, bir də belə. Halbuki, üç sözün birləşməyindən yaranıb. Hal, bu, bir də ki sözünün. Mürəkkəb bağlayıcılar bitişik yazılır göründüyü kimi, həm də ayrı yazılır. Məsələn, həm də ayrı yazıldı, belə ki ayrı yazıldı, istərsə də ayrı yazıldı. İndi bağlayıcıların məna növlərindən birincisi tabesizlik bağlayıcılar. Tabesizlik bağlayıcılarımız hansılardır? Birləşdirmə bağlayıcısı, inkarlı bağlayıcısı, iştirak bağlayıcısı, bölüşdürmə bağlayıcısı, aydınlaşdırma bağlayıcısı və qarşılaşdırma bağlayıcısı. Bunlar tabesizlik bağlayıcılarının növləridir. Yəni, bunları əzbər bilmək lazımdır. Birləşdirmə bağlayıcıları hansılardır? Və ilə bir də lalə bağlayıcısı. Bunlar birləşdirmə bağlayıcılardır. Nələri bir-birinə birləşdirir? Birləşdirmə bağlayıcısı. Bu tabesizlik bağlayıcılarının növü olduğuna görə bax bunlar hamısı. Bayaq dedik tabesizlik bağlayıcıları nələri bir-birinə bağlayırdı? Həmciz cümlələri, bir də tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr. Düzdür? Bunlar da tabesizlik bağlayıcılar olduğuna görə, yəni birləşdirmə, iştirak, inkarlıq, bölüşdürmə, aydınlaşdırma, qarşılaşdırma, bunlar tabesizlik bağlayıcılar olduqlarına görə, deməli bu bağlayıcılar ya həmcins üzvləri bir-birinə bağlayacaq, ya da ki, tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan, tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlayacaq. Məsələn, birləşdirmə bağlayıcının işi nə olacaq? Birləşdirmə ki, nəyi birləşdirəcək? Yenə deyirəm. Ya həmcins üzvləri, ya da tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr. Məsələn, Əli və Azər gəldi. Baxaq bura. Kim gəldi? Əli. Kim gəldi? Azər. Eyni suala cavab verən sözləri, söz birləşmələrini bir-birinə bağlayırsa, bayaq dedik. Deməli, həmcins üzvləri bir-birinə bağlayır deməkdir. Həmcins üzvləri necə rahat tapacaqdıq? Yəni, hardan biləcəkdik həmcins üzvləri bir-birinə bağlayır? Gördük ki, eyni suala cavab verən sözləri ya da söz birləşmələrini bir-birinə bağlayırsa, deməli, biləcəm ki, o əslində elə həmcins üzvləri bir-birinə bağlayıb orada bağlayıcı. Məsələn, baxın, burada və bağlayıcısı eyni suala cavab verən Əli və Azər sözlərini bir-birinə bağladığına görə və bağlayıcı biləcəm ki, həmcins üzvləri bir-birinə bağlayıb. Yəni, Əli, Azər həmcins üzvləri bir-birinə bağlayıb. Yaxud da Əli ilə Azər gəldi. Eyni suala cavab verən Əli və Azər sözlərini burada isə ilə bağlayıcı bir-birinə bağladığına görə biləcəm ki, ilə bağlayıcı həmcins üzvləri bir-birinə bağlayır. Çünki eyni suala cavab verən sözləri bir-birinə bağlayıb ona görə. Daha sonra deməli, və ilə bağlayıcı həmcins üzvləri bir-birinə bağlaya bilir. Bir də deyirəm, mən gəldim və o getdi.
Burada da 2 dənə cümlədir. Gəldim, xəbər kim gəlib? Mən, mübtada, getdi, nə etdi, getdi, xəbər kim gedib? O, mübtada. Burada isə 2 dənə cümləni bir-birinə bağlayıb nə? Və bağlayıcısı. Və bağlayıcısı da tabesiz bağlayıcı olduğuna görə oradan bilirəm ki, bu tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bağlayıb bir-birinə. Deməli, yadda saxlayın müəllimlər, və bağlayıcısı həm həmcins üzvləri bir-birinə bağlaya bilir, həm də tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr. Baxın, Əli və Azər gəldi. Burada və bağlayıcısı həmcins üzvləri bir-birinə bağlayıb. Mən gəldim və o getdi. Burada isə və bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələr bir-birinə bağlayıb. İlə bağlayıcısı isə yalnız həmcins üzvləri bir-birinə bağlaya bilir. Məsələn, Əli ilə Azər gəldi. Burada həmcins üzvləri bir-birinə bağladı ilə bağlayıcısı. Amma ilə bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlaya bilmir. Məsələn, mən gəldim ilə o getdi olmaz ki. Deməli, ilə bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlaya bilmir. Bilmir. Aha. Bundan əlavə və ilə bağlayıcısı olan yerdə vergüldən istifadə olunmur. Çünki onlar ilə vergülü əvəz edir. Ona görə. İkinci gəldik inkarlı bağlayıcı. Adı üstündə nə etməlidir burada? İnkar eləməlidir. Məsələn, İnkarlı bağlayıcısında özdə inkarlı bağlayıcı işlənən cümlədə xəbər təsdiqdə olmalıdır. Təsdiqdə. Təsdiqdə olur. Nə deməkdir bu? Məsələn, deyirəm ki, nə sən gəl, nə o gəlsin. Xəbər hansıdır? Gəl, nə et, gəl, xəbər, gəlsin, nə etsin, gəlsin, xəbər. Nə də inkarlı bağlayıcısı işlənən cümlələrdə xəbər hər zaman təsdiqdə olmalıdır. Bəzən yanlış olaraq bu formada istifadə edirlər. Nə sən gəlmə, nə o gəlməsin. Yəni, bəzən yanlış olaraq, fikir verin, nə də bağlayıcı, inkarlı bağlayıcı işlənən cümlələrdə xəbəri gəlmə, gəlməsin. Xəbəri inkarda işlədirlər. Bu cümlə səhvdir. Belə cümlə yoxdur. Belə olmaz. Düzgün deyil bu. Nə də inkarlı bağlayıcı işlənən cümlələrdə xəbər mütləq təsdiqdə olmalıdır. Nə sən gəl, nə o gəlsin. Düzgün variantı budur. Baxın, nə də inkarlı bağlayıcı işləndiyinə görə xəbərlər təsdiqdə olub. Belə. Sonra xəbər təsdiqdə olub. Sonra. Aha. İnkarlı bağlayıcısında dedik. Sonra iştirak bağlayıcısı. İştirak bağlayıcısında nə etməlidir? İştirak elətdirməlidir. Adı üstünə. Dərsləri adları təsadüfən vermirlər. Dərsin məzmununa uyğun dərs adı verirlər. İştirak bağlayıcısında nə etməlidir? İştirak elətdirməlidir. Hansılardır? Həm də, da, də, hətta, ha belə, həmçinin, o cümlədən, o sıradan, eləcə də, özü də, bir də, nəinki. Bunlar hamısı iştirak bağlayıcısıdır. Məsələn, məclisə Azər, Vəli, Nihat da gəlmişdi. Nihatda kimi iştirak elətdirmişəm? Nihadı iştirak elətdirmişəm. Məclisə Azərəli, hətta Nihat da gəlmiş. Nihadı iştirak elətdirmişəm. Deməli, burada da iştirak bağlayıcısıdır. Yaxud da deyirəm, həm sən gəl, həm sən gəl, gəl. Həm mən. Kimi iştirak elətdirmişəm? Səni və məni. Deməli, burada həm də nədir? İştirak bağlayıcısıdır. İştirak bağlayıcılarında iştirak elətdirməlidir mütləq. İştirak olunmalıdır mütləq. Daha sonra üzr istəyirəm. Daha sonra müəllimlər,
Gəldi bölüşdürmə bağlayıcısı. Bölüşdürmə bağlayıcıları hansılardır? Ya, ya da, gah da. İstər, istərsə də, istərsə və ya, yaxud. Bunlar hamısı bölüşdürmə bağlayıcısıdır. Bölüşdürmə bağlayıcısında deməli, iki iş ya bölüşdürülür. Hansı işlər bölüşdürülür? Onu da deyim. Ya o bölüşdürülənlərdə iki işdən biri mümkün olmalıdır. Biri mümkün olmalıdır. Mümkün olmalı. Ya da növbələşməlidir. Növbələşməlidir. Deməli, dedik ki, bölüşdürmə bağlayıcılarında bölüşdürmə bağlayıcıları hansılardır? Ya da, gah da, istərsə də və yaxud. Bunlar bölüşdürmə bağlayıcılardır. Bölüşdürmə bağlayıcılarında iş, hadisə bölüşdürülür. O bölüşdürüləndə ya iki işdən biri mümkün olur, ya da ki növbələşir. Məsələn, ya sən gəl, ya da mən. Yəni bu iki işdən biri mümkün olsun da. Ya sən gəl, ya mən gəlim. İki işdən biri mümkün olsun. Ya da ki növbələşir. Məsələn deyirəm ki, yağır, yağış yağır. Gün çıxır. Burada nə edir? Növbələşir. Bax, yuxarıdakında iki işdən biri mümkündür. Aşağıdakında isə növbələşir. Ya sən gəl, ya da mən. Burada iki işdən biri mümkün olsun. Ya sən gəl, ya da mən. Aşağıdakı cümlədə isə gah yağış yağır, gah da gün çıxır. Yəni növbələşir də. Deməli, bölüşdürmə bağlayıcıları işlənən cümlələrdə hadisələr ya iki işdən biri mümkün olur, ya da növbələşir. Adətən ya ilə bağlananlarda iki işdən biri mümkün olur. Gahla bağlananlarda isə növbələşir. Sonra aydınlaşdırma bağlayıcısı, yəni ki, bir də məsələn. Bunlar bizim aydınlaşdırma bağlayıcılarımızdır. Məsələn, deyirəm ki, aydınlaşdırma bağlayıcısında nə olmalıdır, nə etməlidir? Təbii ki, aydınlaşdırmalıdır. Məsələn, məclisə hamı. Yəni, Əli, Azər, Nihat gəlmişdi. Deməli, hamı kimiymiş? Əli, Azər, Nihat. Hamını aydınlaşdıran bağlayıcı nə oldu? Yəni bağlayıcı. Deməli, yəni aydınlaşdırma bağlayıcısıdır. Nə etməlidir aydınlaşdırma bağlayıcısının işi nədir? Aydınlaşdırmaqdır. Mən, məsələn, deyirəm, deməli, mən bütün çalışmaları məsələn çalışma 1-i, 2-ni, 3-ü yazdım. Yəni mən bütün çalışmalar hansılarıymış? 1, 2, 3. Onu aydınlaşdıran nə oldu? Məsələn bağlayıcısı. Aydınlaşdırma bağlayıcısının da işi təbii ki aydınlaşdırmaqdır adı üzərində. Qarşılaşdırma bağlayıcılarında isə iş, hadisə qarşılaşdırılır. Qarşılaşdırılan hadisələr ya bir-birinə zidd olur, ya da bir-birinə müqayisə olunur. Məsələn, mən evə gəldim. Amma mənə zidd olaraq o gəlmədi. Fikir verdiniz, bir-birinə zidd olan hadisələr qarşılaşdırıldı. Mən evə gəldim, amma mənə zidd olaraq o gəlmədi. Deməli, qarşılaşdırma bağlayıcılarında iki dənə bir-birinə ziddi olan, bax, hansılardır qarşılaşdırma bağlayıcılarımız? Ancaq, lakin, halbuki, isə, fəqət bunlardır. Bu bağlayıcılar ya iki dənə bir-birinə zidd olan hadisələri qarşılaşdıracaq, ya da müqayisə olunan. Mən evə gəldim, mənə zidd olaraq o gəlmədi. Düzdür? Burada amma qarşılaşdırma bağlayıcısı
İki dənə bir-birinə zidd olan hadisəni qarşılaşdırıb. İndi başqa deyirəm. Deyirəm ki, mən 5 aldım. 5 aldım. O 3. İndi bax. Burada isə bir-birinə müqayisə olunan hadisələri qarşılaşdırdı. Düzdür? 5 ilə 3 müqayisə olunub da. Mən 5 almışam, müqayisə edib. O 3 alıb. Deməli, qarşılaşdırma bağlayıcıları ya bir-birinə zidd olan, ya da bir-birinə müqayisə olunan hadisələri qarşılaşdırır. İkinci gəldik. Artıq tabesli bağlayıcılarımız bitdi. Gəldik tabellik bağlayıcılarına. Hansılardır? 4 dənədir. Səbəb bağlayıcıları, şərt bağlayıcıları, güzəşt bağlayıcıları, aydınlaşdırma bağlayıcıları. Bəli, tabellik bağlayıcıları bəs nəyi bir-birinə bağlayırdı? Nəyə bağlayırdı? Tabelli mürəkkəb. Bir də geçir istəyirəm. Tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bir-birinə bağlayırdı. Sadə cümlələr. Hansılardır tabelli bağlayıcıları? Səbəb bağlayıcıları, şərt bağlayıcıları, güzəşt, bir də aydınlaşdırma. Səbəb bağlayıcılarımız hansılardır? Çünki, ona görə ki, onun üçün ki, ondan ötürü ki, o səbəbə ki. Bunlar hamısı səbəb bağlayıcılardır. Səbəb bağlayıcısı adı üstündə də işin, hadisənin, əhvalatın səbəbini bildirir. Məsələn, dərsə gəlməmişdi. Çünki xəstə idi. Baxın. Dərsə gəlməyib. Dərsə gəlməməyinin səbəbi nədir? Çünki xəstəymiş ona görə. Çünki nə oldu? Səbəb bağlayıcı. Fikir verdiniz? Çünki səbəb bağlayıcı. Yəni işin, hadisənin səbəbini bildirdi. Dərsə gəlməmişdi ona görə ki, xəstə idi. Dərsə gəlməmişdi onun üçün ki, xəstə idi. Dərsə gəlməmişdi ondan ötürü ki, xəstə idi. Dərsə gəlməmişdi o səbəbə ki, xəstə idi. Deməli, səbəb bağlayıcılarında nə olur? İşin, hadisənin səbəbini bildirir. Şərt bağlayıcılarında bəs nə olacaq? Hansılardır? Əgər, hərgah, madam ki, indiki bir halda ki, bunlar şərt bağlayıcılardır. Burada nə olacaq? Burada isə şərt kəsəcək də adı üstündə. Məsələn, deyirəm ki, əgər gəlsə, gedəcəm. Hansı şərtdən gedəcəm? Mən gedəcəm. Gəlsə. Demək, şərt kəsirəm də, o gəlsə mən gedəcəm. Deməli, əgər ona görə burada şərt bağlayıcısıdır. Hərgah gəlsə gedəcəm. Madam ki gəlmir, getmirəm. Deməli, hansı şərtdən getmirəm? Gəlmirsə onda getmirəm. İndi ki gəlmir, getmirəm. Bir halda ki gəlmir, getmirəm. Deməli, şərt bağlayıcılarında nə olmalıdır? Şərt kəsməlidir. Bəli. Sonra bir də var güzəşt bağlayıcıları. Güzəşt bağlayıcıları əvvəlki illərdə qarşılıq güzəşti bir yerdə verdilər. Çünki niyə görə bir yerdə verdilər? Adətən güzəşt bağlayıcıları işlənən cümlələrdə qarşılaşdırma bağlayıcıları da olur ona görə. Amma artıq onu ayrıblar. Hərçənd bilmir demə. Yəni güzəştlərdə demə. Güzəşt bağlayıcılarında 2 dənədir. Hərçənd ki, harada bunları gördünüz, bilin ki, güzəşt bağlayıcılardır. Hərçənd bilmir demə. Hərçənd ki, gəlmədi sən get. Güzəşt eləyir də. Aydınlaşdırma bağlayıcıları da, bax, fikir verin, aydınlaşdırma bağlayıcıları həm tabesizdə var, tabesizlikdə var. Tabesizlikdə hansıdır? Yəni ki, məsələn, bir də tabellik bağlayıcılarında aydınlaşdırma var. Tabellikdə hansıdır ki, belə ki. Məsələn, aydınlaşdırır da, bunun işi nədir? Aydınlaşdırmaq. İstəyir tabesizdə olsun, istəyir tabeldə olsun. İşi nədir? Aydınlaşdırmaq. Dedi ki, gələcək. Sual verirəm. Dedi ki, nəyi deyib? Gələcəyin deyib də. Dedi ki, gələcək. Bax, dedi ki, aydınlaşdırma bağlayıcı aydınlaşdırıb ki, bu nəyi deyib? Oxudu ki, deməli, sabah qar yağacaq. Nəyi oxudu? Qar yağacaq. Nəyi oxudu?
Qarayağman oxudu da, düzdür? Aydınlaşdırıb. Sonra tabelik, indi qeydlərə baxaq burada. Tabelik bağlayıcıları həmciz üzvləri. Bax, bayaqki dediyim. Tabelik bağlayıcıları həmciz üzvləri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Axı, bayaq dedik ki, tabelik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərkibinə, tabeli mürəkkəb cümlənin tərkibinə daxil olan sadə cümlələri bağlayır. Tabeli bağlayıcıları həmciz üzvləri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilməz. Çünki həmciz üzvləri və tabesiz mürəkkəb cümlənin tərəflərini nə bağlayır? Təbii ki, tabesizlik bağlayıcısı bağlayır. Tabesizlik. Tabeli bağlamır. Tabeli çünki tabeli mürəkkəb cümlələri. Tabelilik bağlayıcıları tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır. ilə bağlayıcısı isə bayaq dedim, mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Yalnız həmciz üzvləri bağlayır. Gəldik bağlayıcılarda vergülün işlənmə məqamları. Baxın. Əgər cümlədə nə, ca, həm, ya və istər bağlayıcılar. Bunlar təkrar olunan bağlayıcılardır da. Məsələn, nə, nədə, nədəki, cah, cahda, cahdakı, həm, həmdə, həmdəki, ya da, yadakı, istər, istərsə, istərsə də. Bu təkrar olunan bağlayıcılar deyirlər bunlara. Bu bağlayıcılardan əvvəl, yəni söhbət birincidən başqa, yəni təkrar olunan birincidən başqa digər yəni təkrar olunan hissələrinə əvvəl vergül qoyulacaq. Nə demək istəyirəm? Məsələn, deyir, yağış cah yağır, cah da dayanırdı. Bax, təkrar olunan hansıdır? Cah, cah da. Burada birinci təkrar olunandan əvvəl sonra vergül qoyulmayıb. İkinci təkrar olunandan artıq əvvəl vergül qoyulacaq. Deməli, təkrar olunan nə, cah, həm, ya, istər bağlayıcılarından birincidən başqa digərlərindən əvvəl vergül qoyulur. Bugün ya sən gələcəksən, ya da o. Bax, təkrar olunanda birincidən yox, ikincidən əvvəl vergül qoyulur. Tədbirdə həm müəllimlər, həm də şagirdlər iştirak edirlər. Birincidən yox, ikincidən əvvəl vergül qoyulur. Əzizim, nə sən bizi yor, nə də biz sən incidik. Birincidən yox, ikincidən əvvəl vergül qoyulur. Burada, deyərsə, müəllim, nədən burada əvvəl vergül qoyulur? Bax, buradakı nədən əvvəl qoyulan vergül xitabın vergülüdür. Yəni, bu nə bağlayıcının vergülüdür. Qısa konkret, bunlarda, təkrar olunan bunlarda birincilərdən yox, bax, hətta yazım əyani şəkildə. Nə, nə də, nə də ki. Yaxud da, cah, cah da, cah da ki. Bax, bu təkrar olunanlarda birincilərdən yox, artıq ikincilərdən əvvəl vergül qoyulacaq. Üçüncülərdən əvvəl vergül qoyulacaq. Eyni zamanda həmdə, həmdəki, ya da, yadakı, istərsə, istərsə ki, onlara da aiddir. Məndə sadəcə yer olmadığına görə, ona görə oraya yazmadım. İkinci, cümlələrin içərisində əgər amma, ancaq, lakin, hətta, habelə, yəni o cümlədən, həmçinin, halbuki, çünki, yoxsa, ona görə ki, ondan ötürü ki, bağlayıcılarından, bax, bu bağlayıcılardan əvvəl vergül qoyulacaq. Baxın, bura gəldi, amma onu görmədim. Ammadan əvvəl vergül qoyuldu. Dərsə getmədi, çünki xəstə idi. Çünkidən əvvəl vergül qoyuldu. Hamı o cümlədən yeni gələnlər də burada idi. O cümlədən əvvəl vergül qoyuldu. Dostum, yəni anar bura gələcək. Anardan əvvəl vergül qoyuldu. Sonra cümlədə təkrar olunan da, də bağlayıcılar ki var. Həmin da, də bağlayıcılarından sonuncudan başqa vergül qoyulur. Nə deməkdir bu? Baxın. Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Təkrar olunan dadələrdən sonra vergül qoyulub. Bir dənə sonuncudan başqa. Deməli, təkrar olunan bağlayıcılarda bir dənə sonuncudan sonra vergül qoyulmur. Digər amma dadələrdən sonra vergül qoyulur. Xalqın gözü də vergül, qəlbi də vergül. Vicdanı da sənsən. Deməli, sonuncudan başqa digər dadələrdən sonra vergül qoyulur. Yaxud da, bizə alma da, armud da lazımdır. Təkrar olunan bağlayıcılarda sonuncudan başqa digər dadədən sonra vergül qoyulur. Sonra ki bağlayıcısından sonra isə hər zaman vergül qoyulur. Mən bilirəm ki, sən də gələcəksən. Ki bağlayıcısından sonra nə oldu? Vergül qoyuldu. Sonra
Əgər madam ki, hərgah, indiki, bir halda ki, hərçənd ki, bağlayıcıları işlənən cümlələrdə isə bunlardan dərhal əvvəl, dərhal sonra vergül qoyulmur ha. Əgər, madam, hərgah, indiki, bir halda ki, hərçənd ki, bunlardan dərhal əvvəl, dərhal sonra vergül qoyulmur. Bunlarda cümlələrin arasında vergül qoyulur. Məsələn, əgər getmək istəsə gecikməsin. Bax, fikir verin, əgərdən əvvəl, dərhal sonra vergül qoyulmayıb. Əgər getmək istəsə bir cümlə, gecikməsin başqa bir cümlə. Burada əgər hərgah, madam ki, indiki, bir halda ki, hərçənd ki, bağlayıcıların işləndiyi cümlələrdə cümlələr arasında vergül qoyulur. Baxın, burada iki cümlənin arasında vergül qoyulur. Madam ki, sən də getməlisən bir cümlə, keç içəri ikinci cümlə. Burada cümlələrin arasında qoyulur vergül. İndi ki, getmək istəyir bir cümlə, mane olmayan başqa bir cümlə. Burada da cümlələrin arasında vergül qoyuldu. Hərçənd gec idi bir cümlə, yenə də gedək başqa bir cümlə. Burada da cümlələrin arasında vergül qoyuldu. Sonra bayaq dedik ki, dadə təkrar olunan bağlayıcılarından sonra vergül qoyulur, düzdür? Amma dadə bağlayıcısı cümlədə təkrar olunmayanda, təkrar olunmasa, o zaman ümumiyyətlə vergüldən istifadə olunmaz. Bugün yağış da yağmışdı. Nəyə iştirak elətdirib? Yağışı. Burada da bağlayıcı təkrar olunmadığına görə da'dan sonra vergül qoyulmur. Belə ki, bağlayıcısından da sonra vergül qoyulur. İndi vaxt az idi. Belə bir şey deyim. İndi vaxt az idi. Belə ki, bağlayıcısından sonra vergül qoyulur. Hətta əvvəl də vergül qoyulur. Baxın, indi vaxt az idi. Belə ki, hər gün işlə olurdu. Burada belə ki, bağlayıcısından sonra vergül qoyuldu. Sonra İndi bağlayıcıların həm bağlayıcı, həm də qoşma kimi işlənməsi. İ ilə bağlayıcının məsələn həm bağlayıcı, həm qoşma kimi işlənməsi. Hardan bilərəm ki, burada i ilə bağlayıcıdır, hardan bilərəm ki, i ilə qoşmadır. İ ilə işlənən cümlələrin xəbəri, cəmdə olarsa, i ilə bağlayıcı olacaq. Nə deməkdir? Anar ilə Aydın gəldilər. İ ilə işlənən cümlədə, yəni bu cümlədə i ilə işlənib, bəli. Bu i ilə işlənən cümlənin xəbərinə baxın, gəldilər, cəmdədir. Deməli, onda i ilə burada bağlayıcıdır. Deməli, i ilə işlənən cümlələrin xəbəri cəmdə olanda biləcəm ki, i ilə orada bağlayıcıdır. Amma i ilə işlənən cümlənin xəbəri təkdə olarsa, i ilə orada qoşma olacaq. Anar ilə Aydın gəldi. I ilə işlənən cümlədir, burada xəbər gəldi təkdədir. Oradan bilim ki, i ilə burada qoşmadır. Deməli, i ilə işlənən cümlələrdə xəbər cəmdə olanda i ilə bağlayıcı olur. I ilə işlənən cümlələrdə xəbər təkdə olanda i ilə orada qoşma olur. Bundan əlavə i ilə qoşulan söz sadalanarsa qoşmadır. Gördünüz ki, sadalanır, qoşmadır. Sən çıxdın qarşıma duzla, çörəklə, nə bilim, çayla, nə bilim, suyla sadalanırsa, oradakı lalə bilin ki, qoşmadır. Ki, həm bağlayıcı olur, həm ədat. Nə zaman bağlayıcı olar? Baxın, çox rahat bir variantını deyim sizə. Kini ki, gördünüz, cümlənin, elə bil, cümlənin ortasında xəbərdən sonra gəlsə, deməli, orada ki, nə olacaq? Ki olacaq orada bağlayıcı. Gör nə dedim ha. Cümlənin ortasında xəbərdən sonra gəlsə, ki orada bağlayıcı olacaq. Məsələn, Cəmil bilirdi ki, bunlar da o edəcək. Bax, Cəmil bilir ki, bunları o edəcək. Burada ki bağlayıcısı, fikir verin, cümlənin ortasında gəlib, özə bilir, nə edir? Xəbərdir. Xəbərdən sonra gəlib və cümlənin ortasına gəlibsə, deməli burada ki, nədir? Bağlayıcıdır. Və ki bağlayıcısından sonra da hər zaman vergül olur. Yaxud da, məqsəd budur ki, hamı qalib gələcək. Fikir verin ki, cümlənin ortasında işlənib və budur xəbərindən sonra. Deməli, ki o zaman bağlayıcı olar ki, cümlənin ortasında xəbərdən sonra işlənsin. Və fikir verin, xəbərdən dərhal sonra işlənsin o özdən. Məqsədim budur ki, hamı qalib gəlsin. Bir cümlədir, o cümlənin ortasında ki bağlayıcı, ki işlənib, xəbərdən sonra, budur xəbərdir. Xəbərdən sonra işlənib, deməli ki burada bağlayıcıdır. Bundan əlavə
Bundan əlavə deməli ki, əgər cümlənin ortasında xəbərdən sonra gəlməsə, orada artıq ədəd olacaq. Xəbərdən sonra gəlməsin. Məsələn, baxın, sən ki bunu bilirdin. Burada ki, cümlənin ortasında işlənsə də, xəbərdən sonra gəlməyib. Sən burada mübtədadır. Ona görə burada ki ədəd olacaq. Deməli, cümlənin ortasında xəbərdən sonra gəlsə ki bağlayıcı olacaq. Cümlənin ortasında xəbərdən sonra gəlməsə ədəd olacaq. Yaxud da, mən bunları bilmirəm ki, deyəcəksə, müəllim, burada da bilmirəm xəbərdir və ki xəbərdən sonra gəlib. Amma burada cümlənin ortasında gəlməyib, baxın, fikir verin. Mən nə deyirəm ki, o zaman bağlayıcı olar ki, cümlənin ortasında xəbərdən sonra gəlsin. Cümlənin ortasında xəbərdən sonra gəlməsə, onda bağlayıcı olmayacaq, ədəd olacaq. Sonra, bax, fikir verin, yoldaşlar. Bizim müdir ki, belə adam deyil. Fikir verin, burada ki, cümlənin ortasına gəlsə də, xəbərdən sonra gəlməyib. Müdir mübtədadır. Mübtədadan sonra gəlib. Deməli, xəbərdən sonra gəlməyibsə, deməli, burada ki, ədaddır. Xəbərdən sonra cümlənin ortasına gəlsəydi, onda bağlayıcı olacaq. Sonra, ki bağlayıcısından sonra cümlədə vergül qoyulur. Amma ədatından sonra qoyulmur. Kitabı gətirdin ki, bax, burada ki bağlayıcısından sonra vergül qoyulub. Amma bizimki günahımız yox idi. Burada isə ki'dən sonra vergül qoyulmayıb. Deməli, orada ki ədaddır. Hə. Əgər təkrar olunan sözlərdə ki'dən sonra vergül qoyulsa da, bu ədaddır. Nə deməkdir bu? Bayaq dedim, axı cümlənin ortasında gələndə xəbərdən sonra orada ki bağlayıcıdır. Gördünüz ki, eyni söz təkrar olunur. O sözlər xəbər olsa belə. Eyni söz təkrar olunursa, onların arasındakı işlənən ki ədaddır, bağlayıcı deyil. Hətta ondan sonra vergül olsa belə. Məsələn, bizimki də alınmır ki, alınmır. Bax, 2 dənə alınmır sözü təkrar olunubsa və onların da arasında ki varsa, bilin ki, oradakı ki ədaddır, bağlayıcı deyil. Yenə də deyirəm, təkrar olunan sözlərin arasında işlənən ki ədad olur, bağlayıcı olmur. Məsələn, o mənə heç nə demir ki, demir. Orada demirlərin arasında, təkrar olunan sözlər arasında işlənən ki, orada ədaddır. O məni tanımır ki, tanımır. Tanımır, 2 dənə təkrar olunan sözlərin arasında işlənən ki, ədaddır, bağlayıcı deyil. Deməli, təkrar olunan sözlərin arasında işlənən ki, ədaddır, bağlayıcı deyil. Sonra dadə həm bağlayıcı olur, həm ədad olur. Bunun isə rahat bir variantını deyim sizə. Baxın, gördünüz ki, dadə iştirak etdirirsə, bilin ki, orada bağlayıcıdır. Sən də bura gəlməlisən. Kimi iştirak elətdirmişəm? Səni. Dadə ilə mən səni iştirak elətdirmişəm. Deməli, burada dadə iştirak bağlayıcıdır. Bəs hardan biləcəm? Dadə, bax, kitabda, qələmdə, çantadadır. Nələri iştirak elətdirmişəm? Mən dadə bağlayıcıları ilə kitab və qələm sözlərini iştirak elətdirmişəm ki, kitabda, qələmdə, çantadadır. Yəni, çantada belə loru dillə desəm, iştirak eləyənlər nələrdir? Kitab, qələm. Nə ilə iştirak elətdirmişəm? Dadə bağlayıcısını. Deməli, iştirak elətdirmişəmsə, orada dadə bağlayıcı olacaq. Bəs, dadə nə zaman ədad olur? Nə zaman ədad olur? Xəbərdən sonra gələndə. Bax, dadə o zaman ədad olar ki, xəbərdən sonra gəlsin. Məsələn, bura gəl də, gəl xəbərdir, xəbərdən sonra gələn də orada olacaq ədad. Gedək də, gedək xəbərdir, xəbərdən sonra gələn də olacaq ədad. Dadənin əvvəlində sasə gələrsə, onda da ədaddır. Fərqi nədir? O da xəbərdir, yəni xəbərdən sonra gəlib. O gəlsə də, bax, gəlsə xəbərdir, ondan sonra gələn də nədir? Ədad. Dadə o zaman ədad olar ki, xəbərdən sonra gəlsin. Sonra, ancaq sözünü deyirəm. Ancaq sözü həm bağlayıcı kimi, həm də ədad kimi işlənir. Bunları fərqləndirmək üçün nə edirik? Əgər mən ancaq sözün amma və lakin sözləri ilə əvəz eləyə bilirəmsə bağlayıcıdır. Dedim, ancaq eşitmədi. Dedim,
ancaqın yerinə indi ammanı qoyuram. Amma eşitmədi. Dedim, lakin eşitmədi. Dedim, halbuki eşitmədi. Dedim, fəqət eşitmədi. Deməli, ancaq sözü mən amma, lakin, fəqət, halbuki bu sözlərin hər hansı birini əvəz edirəmsə, oradakı ancaq sözü bağlayıcı olacaq. Bəs ancaq sözü nə zaman ədəd olur? Yalnız sözü ilə əvəz eləyəndə. Bugün ancaq o gəlmişdi. Bugün amma o gəlmişdi deyənmərəm. Bugün ancaqın yerinə yalnız qoyuram. Yalnız o gəlmişdi. Ancaq yalnız əvəz eləyəndə artıq ədəd olur.